həqiqətən də aman ana Elmarı çox böyük əziyyətlərdən böyütmüşdür. Yəni tək böyütmüşdür. Elmar atasız böyütmüşdür. Bu günləri aman ana ağırdır. Həqiqətən yəni mənə danışmaq çətinlik çəkirəm. Çünki ümid yeri, güvən yeri o tək oğluydu ki, onun qolundan qaldıracaqdı. Ona gələcəkdə yaşlaşarkən ona baxacaqdı. Ağrıyarkən başını tutacaqdı, əlindən tutacaqdı. Amma o bir oğlunu vətən üçün şəhid verdi. Özdə qəhrəmancasına XTG şəhidin, onlar ikinin şəhidi. O aman ananın ürəyi idi və o çətinliklərdən böyütsə də o evladını elə bir vətənpərvər evlad kimi böyütmüşdü ki, o evlad həqiqətən də silaha sarılaraq o düşünmədi ki, mənim anam, bacım evdə təkdir. Vətən üçün canından keçdi, döyüşlərdə də fəal iştirak elədi. Çətin də olsa, amma qürurlu dərddir ki, vətən üçün, yəni bizlər üçün, hamımız üçün, bu da hamı şəhid atasıdır, şəhid anasıdır əksəriyyəti. Yəni sizin hər birinizin evladınız qəhrəman, hər birinizin evladınız yəni bizlər üçün, biz vətəndaşlar üçün canından keçdilər. Bu günləri ana təkdir, evladsızdır, o biz vətəndaş olaraq onu heç zaman tək qoymalı deyilik. Həmişə onun yanında olmalıyıq. Düzdür, nə qədər olsaq da ona Elmar ola bilmərik. Ona o Elmarın əvəzini verə bilmərik. Amma biz Elmarı da, yəni ananın o əziyyətini, Elmarın o görəcək hansı ki işləri var, o işləri biz vətəndaşlar görməliyik. Bizlər eləməliyik ki, o ananın yanında olaq, tək qalmasın. Allah ruhunu şad eləsin aman. Sizin bu cür üzülməyinizi, ağlamağınızı həqiqətən də mən heç vaxt görmək istəmirəm. Nəinki sizin, heç bir şəhid anası. Çünki o zirvə hər insana qismat olmur. O zirvə hər ailəyə qismat olmur. Onların hamısı seçilmişlərdir. Mən belə bir misal çəkərdim ki, adi yaşadığımız bir ətrafda, bir məhəllədə, bir küçədə pis qonşumuz olanda belə ondan uzaq qaçmağa çalışırıq. Qurban olum Allaha. Allah da yaxşıları yığdı yanına. Seçilmişləri yığdı yanına. Bu günləri sizlər hər biriniz seçilmiş ailələrsiniz. Yəni Allah dərgahında da, devlət dərgahında da hər bir yerdə seçilmiş ailələrsiniz. Dərdiniz çətindir, dərdiniz böyükdür. Mən o dərdi, anamın illərlə yaşadığını mən onu görmüşəm. Analar nələr yaşadığını mən uşaqlığımdan, körpə vaxtımdan görmüşəm. Amma çətin də olsa qürurlu dərddir. Bir dənə mən onu hər bir şəhid ailəsinə demək istəyərdim ki, şəhidlər elə bir ad verdilər ki, hər yerdə şəhid anasıyam, şəhid atasıyam. Bu şəhid qardaşlarına, bacılarına, həyat yoldaşlarına da aiddir ki, hər bir yerdə şəhid yoldaşıyam deyir, başa düşən insanlar hörmətlə yanaşır. Yəni bu adı bunlar qoydular. O biz yaşadığımız bir müddətdə elə bir addımlar atmalıyıq ki, sabahları haqq dünyası varsa orada görüşəndə bizim o şəhidlər, məsələn mən özümdən çəkirəm, mən həmişə bunu özümdə düşünürəm ki, mənim qardaşımla mən qarşılaşanda mən ona cavab verə biləm ki, mən sənə bir şəhid adı, şəhid qardaşı adı qoydum. Yəni hardasa insanlar sənə hörmətlə yanaşdı, bu adı mən sənə qoydum. Və sən yaşadığın müddətdə mənim üçün neynədin? Onun üçün yaşadığımız bir müddətdə onları yaşadaq, onları tanıdaq, onların biz olmayanda da yaşaması üçün, bizlər dünyamızı dəyişəndən sonra yaşaması üçün hər hansısa bir addımlar atalım. Ki onlar daimi yaşasınlar. Mən yenə bunu deyəcəm. 100 illərdir, neçə illərdir bilmirəm heç o tarixə də mən. Ziyarətlərə gedilir, gəlinir. Amma niyə öz şəhidlərimiz o cürünə ziyarətlər olunur? Gəlin ümumi Azərbaycan şəhid ailələrinə hamısına özümü tutub deyirəm ki, elə bir addım atağın ki, qoy o Kərbala şəhidləri kimi bizim şəhidlərimiz də hər zaman ziyarət olunsun.
yaşasın və o ziyarət bu uyuduqları, yatdıqları torpaqlar o ziyarətə çevrilsin. Yəni bu biz şəhid ailələri bir olub bu addımı atmasaq, bunu kimsə başqa bir insan edəsi də deyil. Allah ruhunu şad eləsin. Vallahi bir gün yaşayırıqsa da, bugün toyda eləyiriksə də, bugün hər nə iş görürüksə də, hamısı bunların səbəbləridir. Hamısı şəhidlərimizin səbəbləridir. Ən xoş günümüzün, ən gözəl günümüzün səbəbkarlarıdır. Ən xoş Azərbaycan xalqının dinç xoşbəxtliyinin səbəbkarlarıdır.